Bizim bölgemizle bağlı olan siyasi hadisələrdə eyni zamanda Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran gərginliyi də diqqətimizdədir. İyulun 28-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. İki tərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər. Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bunu Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablandırarkən deyib. Bu çərçivədə Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır deyə Ayxan Hacızadə bildirib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından sonra Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı heç bir problem olmayacaq fikri Türkiyənin Akyaka Bələdiyyəsinin sədri Ərdügər Toptaş səsləndirib. O, Ermənistan mediasına açıqlaması zamanı deyib ki, Türkiyə prezidentinin tapşırığı və Nəqliyyat Nazirliyinin koordinasiyası ilə sərhəd keçid məntəqələrinin və sərhədin dəmir yolu infrastrukturunun açılması üçün hazırlanması işlərinə artıq start verilib. Toptaş vurğulayıb ki, Akyaka Gümrü dəmir yolu infrastrukturunun bərpası üçün tikinti işləri 2-3 ay ərzində başa çatacaq. Ermənistan-Türkiyə Biznes Forumunun ikinci iclası sentyabrda İrəvanda keçiriləcək. Bu barədə Türkiyənin Qars Ticarət və Sənaye Palatasının Direktorlar Şurasının sədri Kadir Bozan Ermənistan mediasına bildirib. Qeyd edək ki, Türkiyə və Ermənistan iş adamlarının bundan əvvəlki görüşü iyunun 2-sində Qarsda keçirilib. Belə əsas xəbərləri diqqətinizə çatdırdıq. Müzakirəyə isə başlamaq istəyirik, hansı ki, Rusiya prezidentinin Azərbaycan prezidentinə zəng etməsi və müəyyən məsələlərin müzakirəsi istiqamətində söhbətə start verəcəyik. Ardınca Rusiya-Ermənistan münasibətləri də diqqətimizdədir. Qonağımız Milli Məclisin üzvü Ceyhun Məmmədov suallarımızı cavablandıracaq. Ceyhun bəy, xoş gəlmişsiniz. Bugün Azərbaycan Xarici İşlər Nazirliyinin, Rusiyanın Xarici İşlər Nazirliyinin mövqeyi ilə bağlı bir açıqlaması oldu. Kifayət qədər də sərt bir xəbərdarlığı idi. Ardınca Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti cənab İlham Əliyevə zəngi ilə bağlı xəbərlərin şahidi olduq. Hazırda Azərbaycan-Rusiya münasibətləri hansı mərhələdədir? Xüsusən də Xarici İşlər Naziri Ceyhun Bayramovun Rusiya səfəri, Lavrovla görüşdüyü, müzakirə etdiyi mövzulardan sonra. Ümumiyyətlə, biz ümumi münasibətləri təhlil edəndə Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olubdur və bu bilavasitə cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Rusiya uzun illər Ermənistanı dəstəkləyirdi, silah verirdi. Qarabağdakı o separatçı rejim Rusiyadan qidalanırdı. Və eyni zamanda Azərbaycan bütün bunlarla yanaşı çalışırdı ki, Rusiya ilə münasibətləri qorusun. Yəni, Rusiya ilə bağlı Azərbaycan bütün addımlarında çox diqqətli idi. Və biz təbii ki, torpaqlarımızı azad etdik. Müharibədə yenə də Ermənistana bir dəstək var idi. Sonraki dövrdə artıq Azərbaycan tam məqsədinə nail oldu və münasibətlərin inkişafı davam edirdi. Amma son dövrlər, xüsusilə də Azərbaycan təyyarəsinə qarşı atılan addımdan sonra bizim münasibətlərdə ciddi bir tənəzzül yaşandı. Və münasibətlərdə gərginliyin baş verməsinin əsas səbəbi də Rusiya tərəfi oldu. Uzun müddət etiraf etmədilər, kompensasiya ödəmək istəmədilər. Burada Azərbaycan cəmiyyətinə bütün bu məsələlər məlumdur. Amma eyni zamanda məsələnin digər bir tərəfi də onda idi ki, Rusiya tərəfi həm də münaqişənin görünən o idi ki, tamamilə bitməsində maraqlı deyildi. Biz hətta Rusiya ilə bir müttəfiqlik barədə də sənəd imzalamışdıq.
Amma məsələ ondadır ki, davamlı olaraq Rusiyadan müxtəlif parlament üzvləri, ayrı-ayrı şəxslər Azərbaycanla bağlı müxtəlif fikirləri səsləndirirlər və bu fikirlər qəbul edilməzdir. Bəli, hörmətli Ceyhun Bayramov Rusiyaya səfər etdi, orada görüşlər keçirildi. Lavrov növbət dəfə açıqlama verdi ki, bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Amma ardınca Lavrovun sözçüsü yenidən eyni məsələyə qayıdır. Bu fikir ilk dəfə deyil, Rusiya rəsmiləri tərəfindən səsləndirilir. Rusiya tərəfi bilməlidir ki, və bu təbii ki, müxtəlif kanallar vasitəsilə Rusiya tərəfinin diqqətinə çatdırılıb ki, artıq münaqişə bitibdir və Ermənistan-Rusiya münasibətləri ümumiyyətlə keçmiş münaqişə ilə əlaqələndirilməli deyil. Yəni, hər dəfə bu məsələni qaldırmaq, vurğulamaq ki, niyə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə belə oldu və Xariclər Nazirliyinin bəyanatında bu məsələlər öz əksini tapıb. Yəni, Rusiya tərəfi əgər münasibətlərin normallaşmasını istəyirsə, bu kimi yanaşmalara son qoymalıdır. Yəni, münaqişə bitib, beynəlxalq hüquq əsasında Azərbaycan addımlarını atıbdır. Qarabağın Azərbaycanın bir hissəsi olmasını Rusiya özü də tanıyır. Qaldı ki, Ermənistan onu tanıması məsələsində Ermənistan onu tanıya bilməzdi. Ona görə hər dəfə bu məsələni qaldırmağa ehtiyac yoxdur. Bunun nəticəsi nə olacaq? Bizim münasibətlərimizin normallaşmasına mənfi təsir göstərəcək. Yəni, siz bir tərəfdən deyirsiniz, gəlin Moskvaya oturaq, münasibətləri normallaşdıraq, digər tərəfdən isə təxribatçı bəyanatlara davam edirsiniz. Azərbaycan Rusiya ilə əlaqələrdə maraqlıdır. Biz bir böyük qonşu kimi münasibətləri qoruruq, amma eyni zamanda təbii ki, Azərbaycan müstəqil dövlətdir. Rusiyadakılar unutmamalıdır ki, Azərbaycan artıq müstəqil dövlətdir və Azərbaycan artıq orta gücdür. Aydın məsələdir və Ayxan bəy də vurğuladı ki, birinci dəfə deyil belə bir hadisə baş verir Zaxarovanın timsalında. Hər dəfə Ermənistanla bağlı danışanda o vaxt tanımırdılar, heç öz əraziləri hesab eləmirdilər. Ümumiyyətlə, Qarabağ məsələsini gündəmdə saxlamağa çalışırlar. Budur əsas məsələlərdən biri. Sadəcə maraqlı, Kremlin bundan qazancı nədir və Ermənistanla münasibətlərdə Qarabağ adını çəkməklə hansı qazancı əldə etməyə çalışır? Burada birinci məsələ ondadır ki, çox təəssüf ki, Rusiya rəsmiləri açıqlamalarında hələ də belə bir görüntü yaratmağa çalışırlar ki, keçmiş münaqişə hələ həll olunmuyor. Ümumiyyətlə, Rusiya istəyir ki, bu prosesdə əsas aparıcı rolu oynasın. Amma bugün Rusiyanın bu rolu oynamamasının da səbəbi Rusiyadır. Biz noyabr razılaşmasını 2020-ci ildə kimdən imzaladıq? Rusiya ilə. Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdimi? Xeyr. Hansı öhdəliyi üzərinə götürdü? Heç bir öhdəliyi üzərinə götürmədi. Yəni, Rusiyada oturanlar bunu yəqin ki, bilirlər və dərk etməlidirlər ki, onlar zamanında bu razılaşmanın həyata keçməsinə öz töhfələrini versələr, bugün aparıcı rolu onlar oynayardılar. Rusiya 2020-ci ildən sonraki dövrdə də prosesi uzatmağa çalışdı. Burada məsələnin əsas mahiyyəti nədir? Əsas mahiyyət ondadır ki, bugün Rusiya öz mövqeyini Qafqazda ciddi bir formada itirməkdədir. Və bunun da nəinki Qafqazda, ümumiyyətlə keçmiş MDB məkanındadır. Və bunun da günahını nə Azərbaycanda, nə Ermənistanda, nə Qazaxstanda axtarmaq lazım deyil. Yəni, imperiya təfəkkürünə son qoymaq lazım. Nə qədər ki, Rusiyada olan o insanlar bu təfəkkürdən çıxa bilmirlər, hər zaman münasibətlərdə gərginlik olacaq. Və burada məsələn mahiyyəti odur ki, Rusiya görür ki, Ermənistan sürətli bir formada uzaqlaşır Rusiyadan, yəni artıq qərbə ciddi bir sürətli formada yönəlir. Təbii ki, Ermənistan münasibətlərin qorunmasında maraqlıdır, amma Rusiya yanaşması ondan ibarətdir ki, bütün ölkələrə qarşı siz yalnız məndən əməkdaşlıq etməlisiniz. Heç bir Avropa dövləti ilə sizin yüksək əlaqələriniz ola bilməz. Avropa İttifaqı ilə də, Avropanın digər təsisatları ilə də və siz bizə tabe olmazsınız. Uzun müddət Ermənistan Rusiyanın
nəzarətində olub, forpostu olubdu. İndi isə artıq Ermənistan özünə yeni forpost axtarır və ciddi bir formada bu proses getdiyinə görə və burada maraqlı məsələ odur ki, nə qədər bu arqument köhnəlsə də, Ermənistan deyir ki, Azərbaycan bizə hücum edəndə demək, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı bizə kömək etmədi, kömək də edə bilməzdi. Çünki bura Ermənistan ərazisi deyildi. Bu bir məlidir. Rusiya da hər dəfə bu məsələni qaldırır ki, siz niyə gedib Praqada Azərbaycan ərazi bütövlüyünü tanıdınız, gərək tanımayırdınız. Ona görə də sizin bizdən inciməyə haqqınız yoxdur. Burada əsas məsələ odur ki, seçkilərdə Rusiya Ermənistandan istədiyini əldə edə bilmədi. Ermənistanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmək lazımdır. Bunun üçün də bütün həm siyasi, həm iqtisadi amillərdən istifadə olunur ki, xalq ayağa qalxsın və Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın və hazırki vəziyyətdə də bu real görsənmir. Düşünürəm ki, Rusiya siyasətini dəyişməlidir. Yeri gəlmişkən Rusiya və Ermənistan liderlərinin də telefon danışığı olub. Bu Paşinyanın təşəbbüsü ilə baş tutub. Görünən odur ki, Paşinyanın rəhbərlik etdiyi hökumətin Avropaya meyilli olması, müəyyən layihələrə imza atmaq istəməsi bu Rusiyanı qıcıqlandıran amillərdən biridir. Ona görə də bu məsələdən geri çəkmək istəyir. Hətta referendum keçirməyi təklif edib ki, tez bir zamanda referendum keçirilsin. Biz də bilək ki, Ermənistan xalqı Avrasiya İqtisadi İttifaqını istəyir, yoxsa Avropa İttifaqını istəyir. Bu bir mənada həm də ölkənin daxili işlərini qarışmaq anlamı kimi görünür kənardan. Hazırda Ermənistan-Rusiya münasibətlərində normal olmayan nələr var və bu proseslər necə tənzimlənə bilər? Nəzərə alaq ki, hələ də Ermənistanın Rusiyadan böyük asılılığı var iqtisadi cəhətdən. Rusiya gözəl anlayır ki, Paşinyan növbəti seçkilərdən sonra sürətli bir formada Ermənistanın qərbə inteqrasiyasını həyata keçirəcək. Yəni Paşinyan özü də açıq bir formada bunu davamlı olaraq vurğulayır ki, biz Avropa Birliyinə, hətta NATO ilə bağlı müəyyən müzakirələrdə iştiraka çalışır və Rusiya anlayır ki, Ermənistan uzaqlaşır və Rusiyanı qıcıqlandıran odur ki, Rusiya seçki dönəmində bütün nə qədər rıçaqları işə saldısa, Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmədi. Yəni Paşinyanın rəqibləri kifayət qədər səs yığa bilmədi və demək olar ki, bu rəqiblərin mütləq əksəriyyəti Rusiyadan maliyyələşən, Rusiya ilə əlaqələri şəxslər idi. Yəni istər Köçəryan olsun, istər Sarukyan olsun, istər eyni zamanda Karapetyan olsun, bunlar hamısı məlum idi ki, Rusiya ilə bilavasitə əlaqəli şəxslər idi. Rusiya burada istədiyini əldə edə bilmədi. İndi isə Rusiya çalışır ki, iqtisadi rıçaqlardan istifadə etsin. Bəli, Ermənistanın Rusiya ilə çox sıx iqtisadi əlaqələri var. Yəni, burada qaz məsələsi var, burada elektrik enerjisi məsələsi var. Ən önəmli məsələlərdən biri hazırki dönəmdə Ermənistanın kənd təsərrüfatı məhsullarının böyük bir hissəsi Ermənistandan Rusiyaya ixrac olunur və Rusiya tərəfi çalışır ki, bu yolla Paşinyana təsir göstərsin və Ermənistanın daxilində bir sosial gərginlik yaransın, xalq ayağa qalxsın və Paşinyanı hakimiyyətdən uzaqlaşdırsın. Və burada məsələ odur ki, Ermənistan da müxtəlif yollar axtarır. Hesab edirəm ki, Avropa İttifaqı, Avropa dövlətləri də əgər yəni Ermənistana bu qədər bu dəstəyi göstərirlərsə, Ermənistana imkan yaratmalıdır ki, onların məhsulları artıq xaricə ixrac olunsun. Yəni bu Ermənistan daxilində yəni xüsusi bir ciddi gərginlik yarada biləcək məhsullardır. Yəni Rusiya tərəfi gah sertifikat vermir, gah hansısa məhsulla bağlı problemin olduğunu bildirir və təbii ki, bu da Ermənistan əhalisində ciddi narahatlıqları yaratmaqdadır. Amma mən hesab edirəm ki, bütün bunlar Paşinyanın götürdüyü kursa ciddi təsir göstərməyəcək. Yəni Paşinyan bir müddətdən sonra daha sürətli bir formada bu inteqrasiyanı, əlaqələrin güclənməsinə çalışacaq və eyni zamanda Rusiya ilə bağların da qoparılmasına çalışacaq. Mən hesab edirəm, burada artıq Ermənistan qazı başqa yerdən almağa, elektrik enerjisi ilə bağlı danışıqlar gedir. Bir müddət bundan əvvəl o qədər çox danışılmasa da Ermənistanın bu sahəyə cavabdeh naziri İranda idi. İranla
elektrik enerjisi ilə bağlı müzakirələr aparırdılar. Ola bilər ki, Ermənistan Azərbaycandan qaz almaq istəsin. İndi Rusiya ilə münasibətlər, Türkiyə ilə münasibətlər normallaşır sürətli bir formada və bunlar hamısı hesablanıb ki, Rusiyanın təsirini bölgəyə maksimum dərəcədə azaltsın. Avropa İttifaqı mövzusunda danışmağa davam etsək, qarşımızda təcrübələr var. Gürcüstan təcrübəsi, Ukrayna təcrübəsi və digər ölkələrdə əslində misal çəkə bilərik. İndi başlasalar 10-15-20 il çəkəcək bir prosesdir əslində Ermənistanın Avropaya inteqrasiyası və üzv olması və s. və ilaxır. Əgər işlər yolunda getməsə, Paşinyanın aqibəti necə ola bilər? Bu ehtimallar üzərində düşünə bilərikmi? Yəni, birinci əslində, biraz bundan əvvəl mən qeyd etdim, yəni bu ötən dönəmdə Rusiya çox çalışdı. Yəni, informasiya müharibəsini biz gördük. Yəni, davamlı olaraq Rusiya informasiya mühitində Paşinyana yönəlmiş aşağılayıcı verilişlər, təbliğat, seçki vaxtı ermənilərin Ermənistana göndərilməsi, təbliğat kampaniyası, yəni bütün bunların ana hədəfi və məqsədi seçkiyə təsir göstərməkdir. Və burada məsələ mahiyyəti ondadır ki, əsas indikator, göstərici odur ki, xalq Paşinyanı seçdi. Yəni, xalq Rusiyanı seçmədi. Xalq özü də, yəni böyük, az olmayan bir hissəsi qərbə inteqrasiyada maraqlıdır. Və onu da qeyd edək ki, bugün indi bu proses sizin qeyd etdiyiniz kimi uzun olsa da, bugün Qərbin Ermənistana ciddi bir yatırımları var, investisiya yatırımları var. Məsələn, Ermənistan təhcə 10 milyar, Amerika təhcə Ermənistana 10 milyarda yaxın müxtəlif layihələrlə pul ayırmağı planlaşdırır. Bilirik ki, Avropa İttifaqı və digər təsisatlar davamlı olaraq bunu edirlər. Yəni, onlar üçün Ermənistan önəmli bir ölkədir. Mən düşünmürəm ki, yaxın vaxtda Ermənistanda hansısa bir ciddi dəyişiklik olsun. Məsələ ondadır ki, Paşinyan istəyir ki, həm Avrasiya İttifaqında qalsın, həm Qərblə əlaqələrini gücləndirsin. Bunu bilən Rusiyada məqsəd şəkildə Paşinyanı küncə sıxır ki, o Qərbdən imtina etsin. Amma bu imtina edəcəkmi? Mən hesab edirəm Paşinyanın da öhdəlikləri var. Qərb dövlətləri qarşısında, Avropa dövlətləri qarşısında. Ona görə Rusiyanın burada qələbə ehtimalı çox azdır. Hərbi təcavüz istisna olunmur. Düzdür, hazırda Ukraynada ciddi proseslər gedir. Amma görünən odur ki, Rusiyada müəyyən qərarlarda hər halda heç bir norma gözlənilmir və eyni zamanda sağlam məntiq işləmir. Hər şey ola bilər. Amma ümumilikdə götürdükdə isə Ermənistanda hazırda Rusiyanın təsir etmə imkanları çox məhduddur. TRIP layihəsinin işə başlaması gözlənilir. Rusiya əslində bu bölgədə, həmin layihədə maraqlı idi, amma məsələ ondan ibarətdir ki, indi o maraqlarının təmin olunması belə sual altındadır. Amma göstərdiyi təzyiqlər nəticə verməsə, İrəvan yox, Moskva özü geri çəkilmək məcburiyyətində qala bilərmi? Hansı şərtlərlə və o TRIP layihəsinə müəyyən onun bağlılığı da olsun deyə bu güzəştlərə getmə imkanı varmı? Yəni, burada əslində ona gəlirik ki, bayaq da mən dedim, o vaxt əslində bu Zəngəzur dəhlizini Azərbaycan qaldıranda Rusiya tərəfi buna o qədər də isti yanaşmadı və bu layihənin həyata keçməsi üçün heç bir addım atmadı. İndi isə Rusiya artıq Amerika Birləşmiş Ştatlarının prosesə qoşulmasından sonra davamlı olaraq müxtəlif mesajlar verir ki, mən də bu layihədə iştirak etmək istəyirəm. Amma artıq Rusiyanın bu layihədə iştirak etməsi qeyri-mümkündür. Təbii ki, burada hələ də həm Rusiyanın, həm də İranın ciddi etirazları var. Amma burada gördüyümüz odur ki, Amerikada israrlıdır prosesdə və biz də maraqlıyıq ki, ən qısa vaxtda bu dəhliz açılsın. Mən düşünürəm ki, bütün hallarda, bütün gərginliklərlə yanaşı Rusiya prezidenti ilə Amerika Birləşmiş Ştatlarının prezidenti arasında kommunikasiya, əlaqələr hələ də mövcuddur. Sırf Cənubi Qafqazla bağlı? Bəli, ümumiyyətlə Cənubi Qafqazla bağlı yox. Hətta yəni biz çünki əvvəlki dövrdə Trampın görüşünü xatırlayırıq. Zaman-zaman müxtəlif bəyanatları görürük. Yəni Rusiya Ukrayna məsələsində razılığa gəlmədiyi üçün Amerika təzyiqləri müəyyən mənada artırmağa başladı. Amma yenə də bu kommunikasiyalar var. Təbii ki, bu dəhlizin açılması
o qədər də asan olmayacaq. Amma bizim dövlət olaraq marağımız ondan ibarətdir ki, bu dəhliz açılsın. Mən hesab edirəm ki, bütün məsələlərdə cənab prezidentin o qətiyyətli, prinsipial yanaşması öz sözünün dediyi kimi bu məsələdə də öz rolunu, sözünü oynayacaq, deyəcək və bu dəhliz də açılacaq və inanmıram ki, burada Rusiyanın və ya hansısa başqa bir dövlətin payı olsun. Bu əslində Azərbaycan Ermənistanı maraqlandıran bir məsələdir. Ermənistan ərazisindən keçən bir layihədir. Bunun heç kimə dəxli yoxdur. Aydın məsələdir. Çox sağ olun, təşəkkür edirik. Dəvətimizi qəbul etdiyiniz üçün. Ceyhun Məmmədov, Milli Məclisin üzvü studiyamızın qonağı idi. Biz Rusiya prezidentinin Azərbaycan liderinə zəngi ilə bağlı, müzakirə edilən məsələlərlə bağlı danışdıq. Eyni zamanda əsas gündəmdə olan mövzulardan biri Rusiya-Ermənistan münasibətləridir. Çünki Paşinyanın təşəbbüsü ilə Putinlə bir telefon danışığı olub və bu məsələyə xüsusi diqqət ayrıldı ki, seçkilər bitəndən sonra Rusiya tərəfi Ermənistanı, Paşinyanı daha doğrusu təbrik etməmişdi seçkilərin nəticələrinə görə. Son telefon danışığında da mövzu gündəmə gətirilməyib və Rusiya lideri Paşinyanı seçkidə qazandığı qələbə münasibəti ilə təbrik etməyib. Diqqət çəkən bir məsələdir. Bu da o deməkdir ki, Moskvanın İrəvana qarşı aqressiyası hələ də qorunub saxlanılır. Bu arada Rusiya sutka ərzində Ukraynanın Xarkov, Sumi və Zaporojye vilayətlərinə kütləvi hücum həyata keçirib. Nəticədə bir nəfər həlak olub, 34 sakin yaralanıb. Onların arasında uşaqlar da var. Xarkov vilayət hərbi administrasiyasının rəhbəri bəyan edib ki, qarşı tərəfin qoşunları Xarkova və vilayətin 18 yaşayış məntəqəsinə raket zərbələri endirib və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə bir nəfər həlak olub, 14 şəxs yaralanıb. Sumi vilayət hərbi administrasiyasının rəhbərinin